Cəmiyyət bizə öyrədib ki, həyatda dəyərli olan hər şey pulla ölçülür. Ona görə də gündəlik həyatımızda baş verən gözəl şeyləri çox vaxt görmürük. Biz ömrümüzü yaşadıklarımıza görə yox, alabildiklərimizə görə ölçürük. Bank hesabımız böyümür deyə düşünürük ki, uğursuzuq. Amma unuduruq ki, biz sağlamıq, sevilirik və hələ də yaşayırıq. Ona görə də bəzən həyatımız dolu olsa belə, içimizdə anlam verə bilmədiyimiz bir boşluq hissi olur. Biz daha böyük maaşların, yaxşı maşınların, daha gözəl evlərin dalıca qaçırıq. Amma qarşımızdakı sadə gözəllikləri görmürük. Kimsə səni bugün güldürüb, səhər ağrısız oyanmısan, yeyəcək yeməyin olub, biri sənin halını soruşmaq üçün mesaj yazıb. Amma bunlar sayılmır, çünki pulsuzdular, statusunu artırmırlar. Bunları sosial medyada uğur kimi paylaşa bilmirsən və biz bu sadə xoşbəxtlikləri görməzlikdən gəlib, dəyəri yalnız pulla ölçülən şeylərin ardınca qaçırıq. Halbuki günüvün ən gözəl anları bəlkə də sənə heç bir qəpiyə başa gəlmir. Sadəcə sənə elə öyrədiblər ki, bunların dəyəri yoxdur.